Salam. Necəsən ay Velizar? Ay sağ ol hayatım. Bu arada biz realde tanışırız seninle ama sus ne Ay nətər deyən nətər tanışıq. Mən maşın satmışam da sənə. Allah'ın cezasından danışma da. Orada. Ne başqa cür başa düşəcəklər axı, səhv anlayacaqlar. Başka başa düşen. İstəmirəm Velizar. Ay ne danışma diyorum. Dostlar Velizar real həyatda o qədər mədəni insandır ki, Allah haqqı. Vallahi. Ne burada terbiyesiz. Yo, estağfurullah. Yo, estağfurullah. Prosto yəni real həyatda daha çox mədənisən. Nə onu deməyə çalışıram. Öyle diyor ki burada ben neyim? Velizar, özü necəsən? Çok da ay ama realde yaraşıklı oğlanda Allah boy vermeyip ama. 1.75'im də. Hadi yaxşı ne 1.65 Nə? Allah haqqı 75. Ay Allah'ın dostu sen Nihat, çok sağ ol. 1.75 sensen sen 1.75 sensen ben mutsuz kaldım. Asla 1.75 Allaha and değil. olsun 75'im. Necə ölçək? Ayağı bir tane sen canın ayağı kalk insan desin. Ya da ya ayıbdır, mən xoşlamam. Amma Necə ölçək? videolarıma Mən girib vaxt baxsan 75'im. Vallahi Allah, ne güzəlim. Gel mənə. Yəni 74 75'dən 74'dən aşağı ola bilmərəm. Necə Yalan dedim. Bankomatda Sen ölçüblər. 1.60 Sen 1.69. Bankomatda ölçüblər. He. Hə, Allah haqqı. Ne bileyim 1.69 ya da 1.70. Ya öyle rakamlar söylemeyelim. Ekranlar Ezber bilir siz öyle rakamlara. Yanınızdaki hanım hanı, sevgiliniz hanı. Biz ayrıldık. O konuya girme, ne istiyorsan, ne söhbət edirsən o Sizin de konuya bu girme. ilişkiniz var ya, bu toksit ilişkiniz bizim hayatımıza gider. Her günde dava edirsiniz, barışırsınız. Dava edirsiniz, barışırsınız. Ama en yaxşı kararı verdin ile ayrıldınız. Dayı tutardı. Sen ne yapıyorsun? Sen Bak, gör... bunu unutma kanka. Bir ilişkide bir defa dava olur. Dahi bir defa kavga, iki defa kavga, üç defa kavga olursa o ilişkiyi vızgırt eleyin. O ilişkiden adam olmaz. O ilişkiden adam olmaz. Evleneceksiniz, uşağınız olacak. Yalana uşaklı kalacaksınız kenarda. Bir ilişkide kavga uzak başı bir iki defa olur. Yoksa da bir hafta dalaş, bir hafta barış. Bir hafta dalaş, bir hafta barış. Zırt bu ilişki asla uzun sürmez. Toksit ilişkilerden zehirlenir. Mən ilişki istəmirəm ya artıq. Bekarsan da yüzü teksen yani. Hə, bekaram. Gel sevgili olaq çartladaq o eksivi. Biz ikimiz de erkek değil miyiz Velizar? O ne? Kendine gel. Kendine gel. Kendi adına konuş. Kendi adına konuş. Velizar, sen məni görür də mən necə sakit çocuğam. Çok. O kadar sakin. Mədəni oğlanam real həyatda. Çok. Sen bir cümledir. Xərçəng. Terçeng. Ben bunu realde gördüm. Hakikaten yaraş sakit oğlandı, tatlıdı, dodağı etli şeydi de böyle tatlı bir oğlansan. Maşın necədir? Sürə bilirsən? Ha, Sən onda sürə bilmirdin, indi sürə bilirsən. He, Mustang görsene güzelleştirmişim. Görməmişəm ki, ümumiyyətlə maşınını. He, inşallah mindirip gezdirərəm seni bir gün. Mənim maşınım var, çox sağ ol. Nedir? İndi hal-hazırda sport zakaz eləmişəm, 4 günə gəlir, amma bu hal-hazırda Malibu zad var da, yəni və F10 zad da var. Ay aşklarım 3x taz ne atsan? Ay Velizar. Ay kızlar. Ay hediye atan kızlar. Haberin oldu. Sabili Rehman öpsün. Ay kızlar, size hediye atan kızlar. Çok teşekkür ederim. Ne? Xəbərin oldu, sevər işə götürmüşəm. Videolarımızı görmürsən? Ay gördüm, stolun üstüne de koymuşsan. Ay Allah. Nikam teşekkürler. Bak sana ne göstereceğim. Ay Nikam az seni. Seni Rehman emcüklersin. Çok teşekkürler. Gel bir de gel. Dostlar, takip edin səhifəni, zəhmət olmasın. Bak Rehman. Aha. Bunu gördün. Sever almışam. O mənim işçimdir, mən bir də şeylər danışamam. Elə bunu bilmem, iş yerinde unitazım var. Elə bunu koy, gönderim geçip balaca bir çantadan. Elə oraya koy, hem de orada rahat. 2 DG. O mənim işçimdir, mən belə şeylərə fikir bildirə bilməm. Bence aylık ne kadar vereceksin ona? Yaxşı verirəm. Ne kadar verirsen? 1000 manat. Qədirova, çox sağ ol, rasxod eləmə. Amma biz onsuz udarıq ya əslində. Çox sağ ol. Sən yasan da. Sen öyle zannet. 1000 manat verirsen severe. İşe aldın. Yaraşırsınız elə birbirinize. Sen boyundan Bax, biraz bəsdir də. Bu görürsən, mən yəni yaxşılıq eləyirəm ki, şey olsun. Yok, sen boyundan biraz balacaq da.
Mənim 1.75 boyum var. Mən boyuma niyə ilişirsən ki? Mən boyumu Sən eğer 1.75 boyun varsa ne diyeyim ben? Sən öl, mənə bax, sən öl vururam. Gəl girək mərcə. Mənim boyum 1.75 olmasa, nə qədər məbləğ istəyirsənsə, yüngül məbləğlərdən girək də çox pulum yox, kəsb uşaq. İndi gel bunu hesaplayaq, nətər hesaplayaq? Nətər hesablayaq? Heç Sən nə. bilsən mənə, indi boşsansa gəl mənə, məndə ölçüm santim şeyləri var. Gəl bir dənə ölçək yayında burada. Yox, mən bu vaxtı qoymurlar mən harasa çıxım. Gəl də 5 dəqiqəlikdir, 5 dəqiqə çəkməz ki səndə. Yo, burada şeydir, özüm ölçərəm. Allah Hə, qədir. yox. Gəl də uzaq baş 10 dəqiqə çəkər də, səndə neçə dəqiqə? Mən özüm evdə ölçsəm yaxşı deyə. Yaxşı, yəni dedim ki bir ölçü baxaq da, amma 1.70-dir uzaq baş. Mən sənin maşın satmışam. Yazıq deyiləm mən. Sən niyə o işdən çıxdın? Çünki o münasibət zad oldu. Mən araba işindən çıxdım da təmiz. Kül mənim başıma. Mənim maşın alverində qazandığım pul sən nə idi? İndi mənə deyirlər ki, Velizar, sən Gəlib o iləmiş parfümləri satırsan. Mənim sən Allah mən maşın alverində əvvəl çox yaxşı qazanc qazanırdım da, yaxşı. Səhiylə satdığımız maşından yaxşı tutmuşdum. Bilirəm, sən geçin orada işləyirdi. Gəldin indi doldurulmuş parfümləri satsan, iləmiş parfüm. Allah aşkına. İndi mənim sən nə deyirlər? Mənə deyirlər ki, sən indi tutuzdurmusan, yaxşı pul qazanırsan. Deyirlər qızın şotuna. Deyir əvvəl qazanan. Mənə bax, əhdinin mi parfümləri daha kalitəlidir sənin mi? Əhdi qonşudur da, qonşunu pis deməyim, amma Azərbaycanda mən elə düşünürəm ki, ən keyfiyyət özümdədir. Əhddən soruşsan da deyil, məndədir. Əhdi pisdir demək. Yo, əhdi də ideal satırdı, amma eyni keyfiyyət deyil. Onun özünə aid keyfiyyəti var, mənim özümə. Demək əhdi keyfiyyətsizdir demək. Keyfiyyətlidir, yaxşı uşaqdır əhdi, dostum. Adə nə keyfiyyət? Sən deyirsən mənimkilər daha çox keyfiyyətlidir, əhdin keyfiyyətsiz. Yo, əhdinki də keyfiyyətlidir, məndə başqa keyfiyyətdir, onun olaq başqa keyfiyyət. Səndə başqa keyfiyyəti nə deyirsən? Azərbaycanda bir dənə məndədir keyfiyyət. O deməkdir ki, əhdininki pox. Ay, elə demə, Allah əhdi dostumuzdur. Elə, məncə bu Azərbaycanda ən qəşəng keyfiyyətli parfüm satan Ləman parfümeriyadır. Belə yeridir. Ay, onun editlərinə bayılıram kanka. Ay Allah, ay Allah ölürəm. Təyyarənin içində falan. Çox qəşəng söyləyir cəmaatı. Çox şirin söyləyir. Az ölürəm mən ona. Təyyarənin içində falan düşür, hoppanır eləyir. Allah. Təzə aşklara var mı? Gerikən açdın mı? Yox, mən artıq səni nə istəyirəm Velizar? Çöldə görüm, göz-gözə gəlim, aşiq olum. Bir gəldik də. TikTokda yox, çöldə. Bax, bəzi insanlar gözünün qabağındakini görmür. Halbuki gözünün qabağındakini görsə, ona aşık olsa, bəlkə bu ilişki çox uzun sürər. Bəzi insanlar kördür, kör olduğuna görə çevrəsini görənmir. Halbuki gözünün qabağında. Dur bu oyunu mənə. Bəlkə aşk gözünün qabağındadır, görmür. Kördür çünki. Yox da mənim gözüm qabağında aşk. Nətər yoxdur? Bax deyirəm, kördür deyə görənmir. Allah, mən aşk da görmürəm. Nə aşk görmürsən, çünki körsən. Kimə baxaq, yaşlıdan baxım o tərəfə görüm nəsə görürəm. Körsən da görənmirsən, mən yetim nə deyim də. Kartoşka görürəm. Allah'ın cezası. Ben görmürsən. Dişlerim nasıl oldu Velizar? Öyle görüm. Biraz Bülent Ersoy'un dişine okşuyor. Qəşəng dedi, xahiş edirəm. Nə mənada bilirsən, Bülent Ersoy'un dişi də elədi. Ağ appaq xət yoxdur bədbaxt qızında. O qədər belə yapışdırıb ki. Velizar, sənin dişin mənimkindən şey deyə bilirsən. Yox, kanka, ağlığı demirəm. Xət yoxdur, xət. Xətlidir də bax. Ay Şirileva az çox. Niyə bu iki dənəyi uzatmayıbsan Şirileva, sağ ol. Bunları. Ya bunları uzadaydın da hiç onu dümdüz nerede? Ben doğuşanam. Ədə yox bax. Doğal bir uzadardın da demirəm doğuşan. Səndə doğuşan dişidir də, məndə. Doğuşan mənim kimi elə, nə olar, mənim kimi elə. Ay nə olar, Rəhman bir dənə mənim kimi elə. Nə olar. Ayıp demə. Sabah bir zamanla qabağa gəl parfüm hazırlayıram, baş verəm. Yalan cezası nə var? Ay Havincim, ay mənim canımın içi Havinim. Utdur bu oyunu mənə. Səni Rəhman öpsün. Gəl cezalı PK eləyək. Kaybeden pəncərəni açsın, mən Velizara aşiqəm, Velizarın əriyəm deyə qışqırışdım. Velizar, and olsun, hamı keçəcək sənə hədiyyə atacaq ki, nədən ki, mən o sözü deyim də. Yəni, heç oyunu oynamadan desəm ondan 1000 dəfə yaxşıdır. Amma Rəhmanın ən çox sevdiyim yeri harasıdır, bilirsiniz? Burnu. Qorxdum ya. Yan dur.
Ölmemiş gör ne güzel burun eləyib az. Bunun burnu çürüsün. Gör ne güzel burnu. Allah'a and olsun. İllərin şeyiyə mən burnum belə deyil. Beş Yəni, qat atsı deyən atacaq şey. Bax, Samir atacaq. Aha, danış. tam gay burnu edib. Eləmə də yaxşı da Velizar. Elə yox, yəni şey burnudur da, qəşəng bir burnudur. Mən çox sevirəm. Allah, az 5x qoy va. Məni yeməyin, nə olar, vinim 3 day bacı. Qəşəng Bu çətin burnudur. ama udarıq inşallah. Rəhman en sevdiğim yeri, ətli dodaqları, bir de burnu. Düşdü, düşür. Ne Ya. düşürüm? Ne? Düşür. Ne? Zır tutarıq. Ne? Yox, 5x-ə düşürdü Nə? dedim udarıq udanmadıq. Az mən də sevindim. Ay. Rəhman gel takipləşə PK atarıq ömrü. Tamam, followlaşaq atarıq. Tamam, WhatsApp'ım var, sipariş edeceğim özelden ona göre. İş telefonu var səhifədə 055 813 İyi iş 0058. telefonu bu neyinirəm? Mənim WhatsApp'ım var, mən sənə özel sipariş istiram. İşçilərim cavab verir mənim. Sən cavab vermirsən WhatsApp'a? Xeyr. Ay, onu teşekkürler. Öpürəm El bir sifariş səni. eləyəsi olmadın. Yox. Öptüm, yaladım, yuttum, dik tuttum. Neyle mən sən işçilərimi? Mən səndən sipariş almaq istəyirdim də neysə o qızı çartlatmaq istəyirdim. Hə, Sever işe götürüp Sever'e bakıyor.